Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 67 PUA vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə Bryanskda 24, Saratovda 12, Rostovda 11, Volqogradda 9, Kursk, Leningrad, Tula və Moskvada 2, Kalugada, Orlovda, Smolenskda isə 1 PUA zərərsizləşdirilib. Zelenski hələ də ABŞ-ın Ukrayna ilə bağlı sülh planını oxumayıb. Bunu ABŞ prezidenti Donald Trump deyib. Rusiya prezidenti Vladimir Putinlə və Ukrayna prezidenti Zelenski ilə də daxil olmaqla Ukrayna liderləri ilə danışdıq və deməliyəm ki, prezident Zelenskinin sülh təklifini hələ oxumadığına görə biraz məyus oldum. Bu barədə bir neçə saat əvvəl öyrəndim. Onun xalqı bu planı bəyənir, amma o bəyənmir. Rusiya məncə bütün ölkəyə sahib olmağa üstünlük verər, amma inanıram ki, Rusiya sülh planından məmnundur. Lakin Zelenskinin bundan məmnun olduğuna əmin deyiləm, o bildirib. Türkiyə Silahlı Qüvvələri 3 istiqamətdən Afrin, Ras Əlayn və Hələbin şimalından Suriyaya daxil olub. Bu barədə Türkiyə mətbuatı yazıb. Bildirilib ki, hərbiçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda Dəməşq hökuməti Suriya Demokratik Qüvvələrinin nəzarətində olan Deyr Əz-Zora, artilleriya və PUA ilə dəstəklənən əlavə qüvvələr göndərib. Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir. Erməni apostol kilsələrində müqəddəs liturgiya mərasimindən əvvəl dövlət himnimizin səsləndirilməsini təklif edirəm. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O vurğulayıb ki, Ermənistan ərazisindəki kilsələrin istər girişlərində, istərsə də içində dövlət bayrağının qoyulması məsələsi müzakirə olunmalıdır. Bu, bir çox ölkələrdə adi haldır. Hesab edirəm ki, Ermənistanda da tətbiq olunmalıdır. Qeyd edək ki, son vaxtlar Paşinyanın erməni kilsəsində ciddi reformlar keçirəcəyi bildirilir. Azərbaycanda əmək münasibətlərində yeni mərhələnin əsası qoyulur. Belə ki, məsafədən işləmək artıq qanuniləşdirilir. Bu yenilik Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. İctimaiyyətdə bu addımı növbəti pandemiyaya hazırlıq kimi qiymətləndirənlər var. Sözügedən qanun dəyişikliyinin səbəbi nədir? Pandemiyaya hazırlıq iddiaları nə dərəcədə realdır? Qlobal İnfoaza danışan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, məsafədən işləmək artıq dünya təcrübəsində geniş tətbiq olunan bir modeldir. Ekspert qeyd edib ki, distant iş həm də bir sıra qənaətlərə səbəb olur. Məsələn, Bakı şəhərində həftənin bir neçə günü evdən işləmək nəqliyyata ayrılan yanacaq xərclərini azaldır, tıxac yükünü yüngülləşdirir və vaxt itkisinin qarşısını alır. Eyni zamanda evdən işləyən şəxs gündəlik yemək və digər əlavə xərclərdən yayınmış olur ki, bu da ailə büdcəsinə müsbət təsir göstərir. Bu yanaşma sırf gələcək pandemiyaya hazırlıq kimi deyil, daha çox dünya praktikasında formalaşmış və uzun müddətdir tətbiq olunan əmək modelinə uyğunlaşma kimi qiymətləndirilməlidir. Bugün kibertəhlükəsizlik mənbələri İranın Maddi Water hacker qrupunun Türkiyə, İsrail və Azərbaycana qarşı yeni hücum kampaniyasını başladığını bildirib. Hücumlarda qrupun ilk dəfə tətbiq etdiyi UDP Gangster adlı yeni və təhlükəli proqramdan istifadə olunur. Hücumlar əsasən Spear Phishing elektron poçtları vasitəsilə yayılır. Mesajlar Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin adından göndərilmiş kimi göstərilir və prezident seçkiləri və nəticələr adlı saxta seminara dəvət formasında təqdim edilir. Elektron poçtlara əlavə edilən Word sənədi açıldıqda və makrolar aktivləşdirildikdə zərərli kod işə düşür və sistemə UDP Gangster yerləşdirilir. Sənəd açılan zaman istifadəçiyə Bezek Telekom şirkətinin adından hazırlanmış saxta bildiriş göstərilir. Mütəxəssislər bildirirlər ki, hücumların hədəfi əsasən diplomatik qurumlar, dövlət strukturları və kritik sektor təşkilatlarıdır. Hücumların yaxın günlərdə daha da genişlənə biləcəyi ehtimal olunur. Ukrayna prezidenti Vladimir Zelenski cəbhədəki uğursuzluqlar və korrupsiya qalmaqalından irəli gələn daxili siyasi təzyiqlər fonunda İsrailə qaça bilər. Ukraynanın müharibə səyləri zəiflədikcə və Zelenski administrasiyasına təzyiq artdıqca, Kiyevdə və onun hüdudlarından kənarda qəribə bir şayə yayıldı. Ukrayna lideri tezliklə İsrailə qaça bilər. Hətta ola bilsin ki, bir neçə çamadan sərvətlə bunu etsin, deyə qeyd olunub.
Lakin bildirilib ki, Zelenskinin belə bir addım atmağı planlaşdırdığına dair heç bir dəlil yoxdur. Buna baxmayaraq iddialar yayılır. İsrail isə təkcə Rusiyadan deyil, həm də öz xalqının məsuliyyətdən qorxan Ukraynalı oliqarxlar, iş adamları və keçmiş məmurlar üçün sevimli sığınacaq yer olub.